Salam değerli izleyiciler, 29 sentyabr 2025-ci il qaz sayğacları dəyişdirilir. Rəsmi açıqlamanı diqqətinizə çatdırıram. Xəbərə keçməzdən öncə burada üstə gəl, yəni plus düyməsi görünürsə bir dəfə üzərinə vurun. Həmçinin YouTube və Instagram kanallarımıza da abunə ola bilərsiniz. Deməli, son vaxtlar bəzi vətəndaşlar qaz sayğaclarının tez-tez dəyişdirilməsi ilə bağlı narazılıq eləyirlər və bildirilir ki, bu büdcə vəsaitinin talanmasına yol açır. Bu kontekstdə keçmiş Maliyyə Naziri Fikrət Yusifov Laf TV açıqlama verib və qeyd edib ki, sayğac dəyişmə əməliyyatlarında şəffaflıq vacibdir. Stat, sayğacı nə qədər dəyişmək olar? Azəriqaz bu illər ərzində neçə dəfə sayğac dəyişib? Qiyməti bəyan etmirlər, amma məlum olan odur ki, 10-15 manat deyil. Bütün Azərbaycanda sayğacların dəyişməsi nə deməkdir? Bunu bir dəfə qoyun, 10-15 il işləsin. Bu sayğac vasitəsilə pul oğurlamaqdır və Qlobal Info isə məsələ ilə bağlı Azəriqazın rəsmi mövqeyini öyrənib. Deməli, Azəriqazın mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, sayğacların dəyişdirilməsi Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalar əsasında həyata keçirilir. Qaydalara əsasən məişət tipli sayğaclar hər 5 ildən bir, sənaye tipli sayğaclar isə hər 3 ildən bir dövlət yoxlanmasına göndərilməlidir. Amma maraqlıdır ki, bunu dövlət öz pulu ilə eləmir, yəni sənin vətəndaşın pulu ilə eləyir. Və həmçinin qeyd olunur ki, Azəriqaz İstehsalat Birliyi məhz həmin qaydalara istinad edərək sayğacların əvəzlənməsini və yoxlanışa göndərilməsini təmin edir. Bu prosesdə heç bir maliyyə pozuntusundan söhbət gedə bilməz. Əgər Fikrət Yusifov qaz təsərrüfatı sahəsindən məlumatlıdırsa, bilməlidir ki, əvvəllər mexaniki tipli sayğaclar ölkə xaricindən gətirilirdi. Hazırda isə bu sayğaclar Gəncə Cihaz Qayırma Zavodunda istehsal olunur. Bu ölkədən valyut axınının qarşısını alır, amma vətəndaşın yenə cibindən gedir. Qurum rəsmisi əlavə edib ki, əvvəllər xaricə göndərildikdə baha başa gələn və maliyyə baxımından sərfəli olmayan təmir prosesi indi zavodun özündə həyata keçirilir. Zavodda təmir olmuş sayğacların yenidən istismara buraxılması həm daha ucuz, həm də vaxt baxımından daha səmərəlidir.